dünyanın ən qədim duz mədənlərindən olan Naxçıvan Duz Dağında möhtəşəm bir tədbirin açılış mərasimində, plenar iclasında iştirak etdik. Çox təqdirə layiq haldır ki, insanların, ümumiyyətlə canlıların həyatında mühüm rol oynayan duzun öyrənilməsi sayəsində Naxçıvan Dövlət Universiteti çox böyük işlər aparır və bu istiqamətdə aparılan elmi məclislərin bugün biz üçüncüsünə toplaşmışdıq. Ümumiyyətlə, Naxçıvan Dövlət Universiteti bu cəhətdən artıq işlərə imza atan bir ali təhsil müəssisəsi kimi diqqəti cəlb edir. Naxçıvan duz mədəni hələ qədim zamanlardan insanların istismarına verilibdir. Aparılan arxeoloji qazıntılar göstərir ki, Naxçıvan Duz Dağında hələ eneolit dövründən duz istehsalına başlanılmışdır. Bölmə iclaslarında da biz maraqlı məruzələrin şahidi olacağıq və mən konqresin içinə uğurlar arzulayıram.